Orta hesabla sutqa ərzində hava nəqliyyatı ilə idxal yükləri 80 ton, ixrac yükləri 5 ton, tranzit transfer yüklər 600 ton həcmində olmaqla emal edilir. Hava daşıyıcıları vasitəsilə idxal, ixrac və tranzit yüklər logistika mərkəzi gömrük postunda. Gömrük rəsmiləşdirilməsindən keçir, daşınan yüklər əsasən Birləşmiş Ştatlar, Avropa ölkələri, Birləşmiş Ərəb Əmirlikləri istiqamətindədir. Gömrük rəsmiləşdirilməsi ümumilikdə risk əsaslı ARAS sistemi tərəfindən analiz vasitəsilə həyata keçirilir. ARAS sistemi həmin yüklərin gömrük yoxlanılmasına, cəlb olunmasına indikator vasitəsilə məlumat verir və gömrük yoxlanılması həyata keçirildikdə gömrük qanunvericiliyində mallar uyğunluq təşkil edilsə, gömrük buraxılışı təmin olunur. Gömrük buraxılışı uyğun deyilsə, müvafiq olaraq protokol əsasında əməliyyat təhqiqat idarəsinə təhvil verilir.